Gəlin ChatGPT-yə bir sual verək. Səncə Çinin Toyotası hansı markadır? Çoxları Great Wall Motorsa Çinin Toyotası deyir və bu təsadüfi hal deyil. Məsələn, Haval H6 modeli düz 100 ay içində ən çox satılan SUV modeli olub. 1 milyarddan çox əhalisi olan bazarda 8 il dəyişmədən lider qalmaq mübahisəsiz etibar göstəricisidir. Great Wall Motors qlobal brendlərlə də əməkdaşlıq edir. Yeni elektrikli mini modelləri Çində GVM-in zavodunda BMW ilə birlikdə istehsal olunur. Toyota Supra'nı BMW ilə, BMW də Mini-ni GVM ilə hazırlayır. GVM-in Haval, Way, Power və Tank brendləri Avropada, Yeni Zelandiyada, Cənubi Amerika, Afrika, Yaxın Şərq olmaqla 79 fərqli ölkədə rəsmi satışdadır. İllik 1,5 milyon yaxın satış rəqəmi də bu brendə etibar edənlərin sabit sayından xəbər verir. Toyota kimi Great Wall Motors da dünyanın müxtəlif ölkələrində avtomobil istehsalı ilə məşğuldur. GVM-in Rusiya, Braziliya və Tayland kimi ölkələrdə istehsalat müəssisələri var. Bütün qitələrdə satış, ANCAP kimi təhlükəsizlik testlərindən 5 ulduzlu nəticələr, fərqli regionlarda istehsal və əlbəttə ki, istifadəçi rəyləri GVM brendlərinə Çinin Toyotası adını qazandırır. Və artıq 12 ildir ki, Haval, Tank, Way və Power modelləri eyni etibarlılıqla Azərbaycanda təqdim olunur. Böyük servis mərkəzi və heç vaxt yoxdur deməyən ehtiyac səyər anbarı da bu etibarı qorumağa kömək edir. Bir dəqiqə, o ChatGPT nə dedi?